Xanım Fatimə Zəhra Salamullah əleyhanın başqa məşhur bir xütbəsi İyadət xütbəsi adlanır. İyadət xütbəsinin əvvəllərində xanıma sual verilir ki, xanım, halın necədir? O da buyurur ki, Vəllahi aifətən li dünyakunnə. Allaha and olsun, mən sizin dünyanızdan bizaram, bezmişəm. Deyə bilərsiniz ki, niyə xanım bu dünyadan öz bizarlığını bildirir? Yəni, eynən bizim kimi biz də deyirik ki, bu dünyadan bezmişəm, bu dünyada yaşamaq istəmirəm. Nəuzubillah, xanımın da bu dünyaya baxışı budur. Bir halda ki, burada peyğəmbərlər gəlib, Allaha ibadət olunur, salihlər burada məqama çatıb. Xanım məgər bir adi insan olaraq bunu deyib? Təbii olaraq xeyr. Xanım burada buyurur ki, mən sizin dünyanızdan bezmişəm. Yəni sizin dünya görünüşünüzdən, sizin özünüz üçün o cızdığınız hərhədlərdən bezmişəm. Çünki sizin dünyanızda Əli ibn Əbi Talib Allahın höccəti ola-ola xəlifə deyil və Allahın təqdim etdiyi Quran necə nazil olduğu göstərişləri riayət olunmur. Sizin cəmiyyətdə rüşvət var, sizin cəmiyyətdə haqq öz yerini tutmur. Belə olan halda xanım buyurur ki, bəli, mən sizin bu dünyanızdan bezmişəm.